İbrahim Peyğəmbərin barəsində deyirlər ki, o elə ki Cəbrail əleyhissalam nazil oldu. İbrahim Peyğəmbərə dedi ki, bəzən bizlər ölümü o qədər qorxuruq ki, ölümdən o qədər qorxuruq ki, biz əgər onu əbədi həyat kimi, Allaha qovuşmaq kimi dərk edə bilsək, yaşaya bilsək, bizim üçün əslində ölüm qorxulu deyil. Həqiqətən də. O Cəbrail əleyhissalam nazil oldu, İbrahim Peyğəmbərə dedi ki, artıq vaxt, dünyalı dəyişməlisən. İbrahim Peyğəmbər Cəbrail əleyhissalama dedi ki, aşiq də heç məşuqun canını alar. İbrahim əleyhissalam Cəbrail əleyhissalama dedi, Cəbrail əleyhissalam getdi, Allah'a dedi ki, İbrahim Peyğəmbər bu cürünə deyir, aşiq də bir məşuqun canını alar. Allah Cəbrail əleyhissalama dedi ki, get İbrahimə denən ki, məşuq da aşiqi görüşünə çağırar, gəlməzmi? Məşuq da aşiqi görüşünə çağırar, gəlməzmi? İnsan bir şəxsi sevəndə, bir şəxsi aşiq olanda, onun üçün qar da yağsa, soyuq da olsa, isti da olsa, onun üçün fərq etməyəcək. Çünki aşiqdir, sevir. Əgər insan da bu cürünə Allaha aşiq olsa, Allahın göstərişlərinə əməl etsə, onun görüşünə getməyə tələsər.